Bir sinifdəki şagirdlərin 3-ü əlaçıdır. Əlaçılar bütün sinifin 15% olursa, sinifdə neçə şagird var? Deməli, 15%-i 3 olan biz ədəd axtarırıq. 15%-i 3, 100%-i x-dir. X bərabərdir. 3 vur 100 bölünsün 15. İxtisar desək 5, 100-ü 5-ə bölsək 20. Cavab A variantı. Bərabər yanlış bucağın oturacağına bitişik xarici bucağı 105 dərəcə olarsa, onun təpə bucağını tapın. Bərabər yanlış bucaq, xarici bucaq oturacağına bitişik xarici bucaq 105 dərəcədir. Bunu digər xarici bucağı tapmaqla da edə bilərik. Digər xarici bucaq olacağında 360 çıxılsın, 2 vurulsun 105. 360 çıxılsın 210. Yəni, digər xarici bucaq 150 olacaq. Onda daxili bucaq da alfa desək, alfa 180 çıx 150 bərabərdir 30 olar. Cavab C. Mənfi 3,7 ədədinin tam hissəsini tapın. Mənfi 3,7 mənfi 4 ilə mənfi 3 arasında yerləşdiyindən onun tam hissəsi mənfi 4-ə bərabərdir. Cavab C variantı. Kvadratın sahəsi 225 kvadrat santimetr olarsa, onun perimetrini tapın. Kvadratın sahəsi A kvadratdır. Yəni, tərəfinin kvadratı bərabərdir 225. A bərabərdir 15'dir. Perimetr 4A olduğundan bərabərdir 60 olar. Cavab C. Rombun diaqonalları cəmi 13 cm, kiçik diaqonalı isə 6 cm-dir. Rombun sahəsini tapın. Onda böyük diaqonal 13 çıxılsın 6 bərabərdir 7 olar. Rombun sahəsi S bərabərdir D1 vur D2 bölü 2'dir. Yəni 6 vur 7 bölü 2 bərabərdir 21. Cavab C. Sadələşdirin. 3-cü dərəcədən 4 vurulsun. 4-cü dərəcədən 16 bizdə 2 eləyəcək. 5-ci dərəcədən 32 də 2-yə bərabərdir. Üstə gəl 2. 3-cü dərəcədən 8 üstə gəl 2. 2 üstə gəl 2 bərabərdir 4 olar. Cavab C variantı. X minus 1 bölü 2 kiçikdir. X plus 1 bölü 3 bərabərsinin ən kiçik tam həllini tapın. Bərabərsinin hər iki tərəfini 6-ya vursaq, kəsirdən azad eləmək üçün olacaq 3 vurulsun x minus 1 kiçikdir 2 vurulsun x plus 1. 3x çıx 3 kiçik bərabər kiçikdir 2x plus 2. X kiçikdir 5. 5-dən kiçik ən kiçik tam ədəd 4'dür. Cavab Y. ABC düzbucaqlı üçbucağında B düzbucaq təpəsindən BM medianı çəkilmişdir. Y medianların kəsişmə nöqtəsi MY 2,5 olarsa, AC hipotenuzunu tapın. Düzbucaqlı üçbucaq. Düzbucaq təpəsindən BM medianı çəkilmişdir. Y medianların kəsişmə nöqtəsi MY 2,5'dir. Medianların xassəsinə görə onda BY 5'dir. Onda BM yəni median 7,5 olacaq. Hipotenuz yəni AC mediandan 2 dəfə çox olduğundan 7,5 vur 2 bərabər 15. Cavab D. Y bərabər x kvadrat plus 2x plus 5 funksiyasının qrafikinin təpə nöqtəsinin apsisini tapın. Təpə nöqtənin apsisi mənfi B bölü 2A ilə tapılır. Bərabərdir mənfi 2
bölünsün 2 bərabərdir mənfi 1. Cavab A. Və yaxud da x plus 1'in kvadratı plus 4 kimi yazsaq, təpə nöqtə mənfi 1, 4 nöqtəsindədir. Yəni x mənfi 1'dir, y 4'dür. A parametrinin hansı qiymətlərində mənfi 2x bərabərdir 3a minus 21 tənliyin kökü mənfi deyil? Tənliyin kökü x bərabərdir 3a minus 21 bölü mənfi 2'dir. Mənfi deyilsə, yəni sıfırdan böyük yazmalıyıq. Daha doğrusu böyük bərabər yazmalıyıq. Sıfırda ola bilər. Burada hansı ki 3a minus 21 kiçik bərabərdir 0. A kiçik bərabərdir 7. Mənfi sonsuzluq 7. C bəndi. Sadələşdirin x üstü 4 çıxılsın 81 bölünsün x kvadrat çıx 9. Üstə gəl 1 minus x kvadrat. Kvadratlar fərqli düsturuna əsasən sürətdəki ifadəni x kvadrat çıx 9, x kvadrat plus 9 kimi yaza bilərik. İxtisar aparsaq, x kvadrat çıx 9'da ixtisar olacaq. X kvadrat plus 9 üstə gəl 1 minus x kvadrat. X kvadratlar islah olacaq. Cavab 10. A variantı. Y bərabər x plus 4 düz xəttinin koordinat oxları ilə əmələ gətirdiyi üçbucağın sahəsini tapın. Bu funksiyanın düz xəttin qrafikini çəksək, düz xəttin qrafikini çəkmək üçün biz 2 nöqtə qeyd etməliyik koordinat sistemində bu düz xətt üzərində olan bizə koordinat oxları ilə əmələ gətirdiyi üçbucaq dediyindən koordinat oxlarını kəsən nöqtələri biz tapmalıyıq. Bunun üçün x-ə 0 verib y-i kəsdiyi nöqtəni tapmalıyıq. Y bərabər 4 olacaq. Y-ə 0 versə x bərabərdir mənfi 4 olacaq. Deməli, düz xəttin qrafiki bu şəkildədir. Və burada düzbucaqlı üçbucaq alınır. Düzbucaqlı üçbucağın sahəsi katetlərin hasilinin yarısı olduğundan 4 vurulsun 4 bölü 2 olacaq 8. Cavab 8'dir. Perimetri 18 cm olan düzgün altıbucaqlının böyük diaqonalını tapın. Düzgün altıbucaqlının böyük diaqonalı tərəfindən 2 dəfə çoxdur. Düzgün altıbucaqlı böyük diaqonal tərəfdən 2 dəfə çox olur. Tərəf A-dırsa böyük diaqonal 2A-dır. Kiçik diaqonal isə A kök altda 3'dür. Burada düzbucaqlı üçbucaqdan alınır bu məsələ. Deməli, perimetr 18-dirsə 18'i biz 2'yə bölsək, altıbucaqlının tərəfi, daha doğrusu 6'ya bölsək, altıbucaqlıdır. Onun bir tərəfi 2 olacaq. Böyük diaqonal 2 vurulsun 2 bərabərdir 4 olar. Cavab 4. Fx bərabərdir kök altında 25 çıxı x kvadrat plus 2 funksiyasının təyin olmasına daxil olan ən böyük ədədi tapın. İkinci dərəcə kök olduğundan kök altındakı ifadə sıfırdan böyük bərabər olmalıdır. Yəni biz x-in ala biləcəyi qiymətləri axtarırıq. 25 çıx x kvadrat böyük bərabər 0 olmalıdır. 5 çıx x vurulsun 5 plus x böyük bərabərdir 0. Sol tərəfi sıfıra çevirən qiymətlər x1, 5, x2, mənfi 5'dir. Bu ədədləri qeyd eləsək ədəd oxunda 5'dən sağ tərəfdə bu ifadənin işarəsi müsbətdir. Daha doğrusu mənfidir. Çünki 6 yazsaq bu ifadə mənfi olacaq. Mənfi 5 ilə 5 arasında müsbət olacaq. Mənfi 5'dən kiçik qiymətlərdə isə bu ifadənin, yəni bərabərsinin sol tərəfindəki ifadənin qiyməti mənfi olacaq. Bizə isə sıfırdan böyük olan hissə lazımdır. Böyük və bərabər. Bu isə mənfi 5 və 5 arasındadır. Mənfi 5 və 5 də daxildir. Yəni mənfi 5, 5.
təyin olması. Təyin olmasının daxilinin ən böyük ədədi isə 5-ə bərabərdir. Cavab 5-dir.